WhatsApp-da silinməyən nömrələri necə silə bilərik? Yəni həmin nömrələr telefonun kontaktında yoxdur, ancaq WhatsApp-ın özündə durur. İstəyirsiniz ki, o nömrələri silməyə, amma silə bilmirsiniz. WhatsApp-ı silib də yazırsınız, ancaq yenə düzəlmir. İndi sizə 2 dəqiqə ərzində, 1 dəqiqə ərzində WhatsApp içindəki olan silinməyən nömrələri necə silirlər, onu göstərəcəm. İlk öncə videomu bəyənib kanalıma abunə olun ki, belə videoları qaçırmayasınız. Çünki belə videoları demək olar ki, heç yerdən tapa bilməzsiniz. Ancaq yalnız mənim kanalımda. Nəysə, sözümü uzatmıyorum, keçək videomuza. İlk öncə bunu mən sizə öz telefonumda göstərəcəm. Çox rahat və sadə şəkildə necə edirlər. İlk öncə onu deyim ki, bu problem niyə yaranır? Yəni WhatsApp-da nömrələrimiz niyə qalır silinmir? Çünki sizə kimsə nömrə göndərir və ya da mesaj atır, avtomatik olaraq siz WhatsApp-ın özündən telefonun yaddaşına yazırsınız. Belə yazanda WhatsApp-da qalır, telefonun yaddaşına düşmür. Bunu necə yaddaşa salmaq lazımdır? Buradan girirsiniz, həmin nömrəni bura yazıb, buradan plusu basıb, buradan telefonun yaddaşına yazsanız belə problem olmaz. Siz WhatsApp üzərindən birbaşa yaddaşa yazdığınız üçün belə problem olur. Yəni WhatsApp-da qalır, ancaq telefonumuzun yaddaşından çıxmır. WhatsApp-ın özündə də sonra silmək istəyəndə silə bilmirik dostlar, lazımsız nömrələri. Buradan nə edirik? İndi sizə bir sübutlu göstərim. Buradan misal üçün. Burada ana yazılan nömrəm var. Mən bunu misal üçün qoymuşam, sonra deməyin anasının nömrəsini silir. Baxın, ana yazılan nömrə WhatsApp-da var, ancaq telefonumuzun kontaktında yoxdur. Girək kontaktda, görürsünüz kontaktda nömrə yoxdur. Sadəcə WhatsApp-dadır. İndi biz WhatsApp-dan silə bilmirik. Necə siləcəyik bunu? Çox rahat və sadə dostlar. Bunun üçün bu ana yazılan WhatsApp-a girib, bu ana yazılan üstünə klikləyirik, mesaj yazırıq və ya da mesaj yazıbsınızsa da fərqi yoxdur. Buradan davam edirsiniz. Həmin nömrənin profilinə giririk bu üstünə və nömrənin üstünə buradan basıb saxlayırıq və avtomatik olaraq kopyalandı basıb saxlayanda. İndi geri qaydırıq, telefona gəlirik, buradan plusu basırıq, aşağı telefon yazılan yerə basıb saxlayıb, həmin nömrəni buraya yapışdırırıq, əldən də yaza bilərsiniz. İndi burada misal üçün ad yaza da bilərsiniz, bilməyə də bilərsiniz. Mesela ben yazıram ana. Yazdınız və telefonun yaddaşına buradan saxlanit elədik dostlar. İndi həmin nömrə həm telefonun yaddaşında, həm də ki dostlar WhatsApp-ın yaddaşındadır. Baxın, həm WhatsApp-ın yaddaşında oldu. Buradan göstərim. Səs getdi. Həm WhatsApp-ın yaddaşında, həm də ki telefonun yaddaşında oldu. İndi nə edirik? Çox sadə və rahatdır. Üstünə basırıq, telefonun yaddaşına giririk. Bax, yenə göstərim. Bax, telefonun yaddaşına girdik, WhatsApp-a yox. Telefonun yaddaşına girdik, üstünə bastıq, buradan sil deyirik və buradan zibil qutusuna atırıq. Yəni nömrəni silirik. Bu tək Samsung-a aid deyil, bütün Android platformalı telefonlara aiddir. Yəni Redmi-dir, Samsung-dur, Honor-dur, hamısına aiddir, iPhone-dan başqa. Eyni bu cürə eləyirsiniz. Burada sildik nömrəni, gördünüz, silindi. İndi WhatsApp-a qaydırıq. WhatsApp-a qaydırıq. WhatsApp-a qaydanda dostlar, avtomatik olaraq WhatsApp-ın özündən də silinmiş oldu. WhatsApp-ın özündən də silindi, getdi. Daha buradan girib nəyisə eşələməyə ehtiyac yoxdur. Sadəcə olaraq kontaktdan siləndə WhatsApp-dan da silindi. Bu qədər sadədir dostlar. Ümid edirəm ki, açıq aydın şəkildə izah elədim. Videom faydalı olsa bəyənib, takip atmağı, kanalıma abunə olmağı unutmayın ki, belə videoları qaçırmayasınız. Belə videoları yenə də deyirəm, heç yerdən tapa bilməzsiniz. Bu qədər sadə. Əlavə sualınız varsa şərh bölməsində də yazmağı, təşəkkür eləməyi unutmayın. Sağ olun, növbəti videolarda görüşərik dostlar.